Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mənzurə əgər özü duet oxuyub, sonra o insanla eşq yaşayıbsa, özü bilər. Amma bu sözün bütün duet oxuyanlara demək olmaz. Geçsin öz adından danışsın. Bu sözlər açıqlamasında müğənni Afeliya Şabanova, Mənzurə Musayevanın duet ortaqları sonradan sevgili olur fikirlərini şərh edərək deyib. Sənətçi bildirib ki, illərlə sənətdə duet oxuyan həmkarları var ki, onlar haqqında heç bir eşq dedikodulara rast gəlməyib. Bu həyatdır, hər şey ola bilər. Kim kiminlə eşq yaşayıb, biz onu bilə bilmərik. Amma Mənzurə əgər özü duet oxuyub, sonra o insanla eşq yaşayıbsa, özü bilər. Bu sözü bütün duet oxuyanlara demək olmaz. Geçsin öz adından danışsın, yəqin ki öz başına gəlib, eşq macəraları yaşayıb. Mən də gənc müğənni ilə duet oxumuşam. O mənə ana, həyat yoldaşıma da ata deyir. Yoldaşım da hər an mənim yanımdadır. Mahnım da sevgidən yox, dostluqdan olub. O deyib ki, hər duet oxuyan eşq yaşamır. Mən ümumiyyətlə, hər duet oxuyan eşq yaşayır fikri ilə qətiyyən razı deyiləm. Hamının beynində illər öncə xalq artistimiz Aygün Kazımova ilə Namiq Qaraçıxırlının yaşadığı böyük eşq qalıb. O sevgi böyük, təmiz və ülvi hisslərdən ibarət idi. Bu həyat idi, yaşadılar bitdi. Bu o demək deyil ki, hamı da elə olmalıdır. İllərdir ki, Könül xanım ilə Cabbar Musayev duet oxuyur. Onların adına heç söz çıxdı? Yox. Bu insanın özündən asılıdır. Əgər sənin belə şeylərə meylin varsa, bizim günahımız nədir? Çıx denən ki, mən duet oxumuşam, eşq yaşamışam. Hamını bu işə qatma. Xatırla ki, Mənzurə Musayeva duetin sonu sevgiyə çevrilir. Ona görə bu cür ifaları məsləhət görmürəm. Mən Səyyad Əlizadə ilə oxumuşam. O da kaset buraxıb sağollaşmışıq. O da Səyyadın hobbisi idi. O səsinə uyğun olanlarla oxuyub, kaset çıxardırdı və salam. Əminliklə deyirəm ki, duetlərin 80%-nin sonu sevgi ilə bitir. Sözləri yenidən gündəm olub.